İçindədir şəxsiyyət vəsqi. Gidirik bağçaya və bağçaya gedənə kimi ən azı 1 saatımız çəkir. Bu balaca olanı evdən çıxarana kimi. Hanı tat? Oradadır da dur. Tat. Tat nədir? Tat. Ben baktım. Daştı. Nəhayət ki. Getdik. Yememiştim. Bakta dedim. Ben mamam dörtüler. Gəl də təzdən. 4 saat almıyorum. 4 saat hayal. Hə, giyin getdik. Sen diyor. İşte. Getdik. Salam xanımlar, hər vaxtınız xeyir olsun. Yeni bir vloguma xoş gəldiniz. Apardım balaca bəyi gördünüz, sizinlə birlikdə qoydum bağçaya. Gəldim evə. Bugün hava qəşəngdir, küləkli bir hava var. Mən belə havanı çox sevirəm. İnanın, payızın gəlməyini o qədər tez arzulayıram ki, heç yay insan deyiləm. Belə. Belə. Bayaq gün yox idi. Amma indi çıxdı. Çayımı içeyim. Biraz qablarım var, qablarımı yuyacağım. Bir dənə çay içeyim. Mətbəxi yığışdıracağım. Qızlar, zarafatsız bayaqlar uşağı aparanda gün yox idi. İndi gün çıxdı. Mən də sevinmişdim ki, bugün gecə səhərindir. Belə qızlar, çayımı içeyim, dediyim kimi başlayam. İnşallah sizinlə bərabər mətbəxi yığışdıraq. Düzdür, elə çox dağınıq deyil, axşam yığışdırıb yatmışdım. Ama dediğim gibi biraz qablarım var. Biraz təmizləyəcəm. Hər zamanki kimi ilk öncə başlayıram paltar yumaqdan. Bir gündə demək olar ki, ən azı 3 dəfə paltar yuyulur bizim evdə. İş gibi tanrımın gitseydim. Mən hər zaman ən birinci mətbəxdən başlayıram təmizliyə. Düzdür, yerlər açıq qalmır. Yuxudan oyanar-oyanmaz ilk öncə yerləri yığıram. Sonra uşağı bağçaya aparıb qoyduqdan sonra birinci mətbəxə keçid edirəm. Mətbəxi təmizlədikdən sonra digər otaqlara keçirəm.
Qızlar, gün ortaya azca kartof qızartdım. Uşaqlarla gün ortamızı belə idarə edək. Yumurta da əlavə edəcəm üstünə. Mən yumurtalı kartofu çox sevirəm. Axşama da mərci supu düşünürəm. Düzdür, istidə mərci supu yemək olmur, amma bugün biraz mərci, çünki uşaqlar neçə vaxt sulu yemir. Ancaq pişirdiyimiz quru yeməkdir uşaqların sevimlisi. Uşaqların düzdür sevimlisi deyirəm, elə mən özüm də quru yeməyə daha çox meyilliyəm. Bugün ancaq sulu olsun, heç olmasa. Buna görə mərci supu eləməyi düşünürəm. Kənd çorpasından, keçən dəfə kənd çorpasını daha doğrusu hazırlamışdım, qaynatmışdım. Suyu qalmışdı. Elə yəqin ki, onun suyunu da edərəm ki, vitamin olar uşaqlara. Belə. Nasıl gidersen yine. Gördüğünüz kimi bunlar da ikinci reisdir. Yuyuldu və sərilməyə doğru gedir. Kızlar, dəzgahın üstünü təmizləmək istəyirəm. Biraz acelemək istəyirəm. Bunların hər birini götürəcəm. Buraları təmizləyəcəm. 2 gündür etmirəm. Acelemirəm. Buralara acı dəymir. Dedim, qəşəngcə buraları aceleyim, təmizləyim. Yəni bugün günümüz ancaq mətbəxdə olacaq. Mətbəx vlogu izləyəcəksiniz. Başlayaq. Bunları da yuyacağım. Kızlar, buraları bitirdim. Tertemiz oldular. İndi bu hissəyə keçirəm. Buranı da bitirdim. İndi keçirəm bu hissəyə. Qazın içində təmizləyəcəm. Buranı da təmizləyəcəm. Belə. Bunları da götürək. Baxın, qazın içinə gündədir.
Hər zaman qazın içini bu Faberlic'in griz məhsulu ilə təmizləyirdim. Çox təəssüf ki, bitib. Bu çox gözəldir qızlar. Yağları o qədər gözəl rahatlıqla təmizləyir ki, indi çox təəssüf ki, bununla edə bilməyəcəm, amma sifariş vermişəm inşallah. Gələcək. Çox güman ki, görüm nə məhsul tapıram. Əldə nə varsa onunla edəcəm. Hə, nəysə ki, soyunun məhsulunu tapdım. Soyunun pastasıdır. Bu da çox gözəl məhsuldur. Bununla edəcəm. Bu da azalıb. Gerek bundan da sifariş edim. Baxın. Köpüklənməsi də yaxşıdır. Qızlar, baxın, şampun əlavə etməmişəm. Heç bir şampun yoxdur. Sadəcə bundan, bu pastadan vurdum. Köpükləndi. Qızlar, buranı da bitirdim. Burada oldu tərtəmiz. İndi keçirəm balığın içini təmizləyəcəm. Əsas məsələ. Qızlar, balıqları içindən götürmüşəm. Bunu təmizləyim. Təzədən qoyacağım yerlərinə. Baxın, görün necə kirlənir. Qızlar, maçalkanı dəyişdim. Biraz önceki maçalka bilirsiniz ki aceliydi. Onunla istifadə etmək istəmirəm. Ziyan dəyməsin balıqlara. Bu da oldu tertemiz. Kızlar, bu balıqları o kadar çok sevirəm ki, baxanda sanki sakitləşirəm. Hələ axşam vapşe ləzzət eləyir. Səssizlikdə, sakitçilikdə. Suyun səsi bəsdir. Neyse, işimizə davam. Mətbəxin halı. İndi buraları da təmizləyim. Aləmi qarışdırdım yenə bir-birinə. Balıqları bunun içində saxlamışdım. Bunları da yuyacağım. Aceləyəcəm daha doğrusu. Qızlar, burayla işim bitdi. Dəzgahın üstü təmizləndi. Balıq təmizləndi. Qazın içi təmizləndi. Kafellər acələndi. Bu şişə qablarda yudum təmizlədim, yağ qabıya kimi, çaydanlara kimi. Hələ ki buranı bitirdim. İndi istəyirəm ki, bax buranı tozunu alacağım. Düzdür, bir dənə acıda çəkmək istəyirəm.
Yəqin ki, götürəcəm indi bunları, buraları qəşəng təmizləyib acələyəcəm. Hələ ki, bitəcək. Baxın, boşaltdım. Başlayıram, buranı da acələyim. Qızlar, bilirəm ziyandım. Amma mətbəxdən acələn qoxusu gəlməsə, mən elə bilirəm ki, heç bir iş görməmişəm. Şərtdir ki, mətbəxdən acı qoxusu gəlsin. O zaman hiss edirəm ki, mətbəx tərtəmizdir. Qızlar, buranı da bitirdim artıq. Yəni bu yaş salfetlə də sildim ki, ləkəsi qalmasın. Qabını da çıxardım, qoydum yumağa. Keçən dəfə çörək qızartmışam. Yadımdan çıxıb yumaq. Belə. Bu qədər. Mərci şorbamız da hazırdır. Qəşəngcə blenderdan keçirdim. Bu qədər. Yeməyimiz də belə. Beləcə xanımlar, bugünlük də vlogu artıq sonlandırıram. Kanalıma abunə olub mənə dəstək olsanız çox sevinərəm. Hələlik.